Hər birinizi salamlayırıq, hörmətli dinləyicilər. Dalğa FM radiosuna xoş gəlmisiniz. Bizimlə eyni dalğaya köklənmək üçün 92.5 dalğasına tezliyə köklənir. Eyni zamanda onlayn dinləmək üçün dalğafm.az saytından da bizi dinləmək mümkündür. Verilişlərimizin bütün video buraxılışları isə Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun YouTube kanallarında da yerləşdirilir. Və 11:10 dəqiqəni göstərir hazırda Bakıda saat və bizim hər zaman olduğu kimi həftə içi 5 gün saat 11-12 arası maraqlı görüşlərimiz, qonaqlarımız, söhbətlərimiz və mövzularımız olur. Bugün də mövzumuz çox gözəldir. Əlbəttə ki, sənətdən danışırıqsa, sənət danışırsa bizim verilişimizdə bugün də elə ən qədim və gözəl yaradıcılıq sahələrindən birinə sənət sevərlər ən qədim sənət nümunələrinə əlbəttə ki, teatrdan da danışacağıq bugün və akademik musiqili teatrının aktrisası Ofeliya Novruz qızı bugün bizimlədir. Xoş gəlmisiniz Ofeliya xanım. Xoş gördük Sevinç xanım. Hamını salamlayıram. Bizi dinləyənlərə də salamlayıram. Sabahları xeyirli olsun, uğurlu günlər. Bəli, qatılıram, qoşuluram. Ümumiyyətlə deyirlər aktyor sənəti, bax bu vaxt ərzində bir çox aktyorlarla görüşdük. Çoxsu əksəriyyətinin bir ifadə işlətdi. Əslində kənardan heç elə görünmür, amma öz dillərindən bunu eşitdim, şahidi oldum ki, aktyorluq sənəti çox ağır sənətdir. Çox çətin sənətdir və bunu illərdir ki, ömrünü belə deyək, bu sənətə verən insanların, sənətkarların dilindən eşitdik. Aktyor olmaq üçün nələrisə qurban verməlisən, nələrdənsə keçməlisən. Ümumiyyətlə hər bir sənətin öz ağır tərəfləri var. Necə düşünürsünüz? Sizdə mi? Bax bugün əslində siz musiqili teatrdasınız. Hardasa insan kənardan baxanda deyir ki, orada musiqidir, nə bilim, teatrdır, aktyorlardır deyib gülürlər. Siz necə düşünürsünüz? Əslində, yəni siz böyüklərdən də eşitmisinizsə ki, deyiblər ki, ağır sənətdir, doğrudan da. Bu sənətin ağırlığını hər adam çəkə bilməz. Burada çox müxtəlif yəni şeylər var. Birincisi ailə mövhumu deyilən bir şey var. Ola bilər ki, kiminsə ailəsi qəbul eləmir. Uşaq tələbələr var ki, gedirlər aktyorluq fakültəsinə. Hələ də mi o var? Hələ də mi o düşüncə? Var. Şəxsən mənim həyatımda belə bir təcrübə olub. Mən aktyorluq sənətinə başlayanda mənim evimdə razı deyildilər. Aha, mikrofona yaxın. Evimdə razı deyildilər, bəli. Mən çox çətinliklə evdəkiləri ikna elədim ki, yəni aktyorluq çox gözəl sənətdir. Onlar mənim ilk teatr təcrübəm başlayıb bəlkə bilirsiniz, Dövlət Pantomim Teatrından. Bəli. Orada ta ki mənim ailəm onları görənə qədər, mənim uğurlarımı görənə qədər artıq onların beynində, yəni bu aktrisalıq, aktyorluq sənəti gözəl bir sənət nümunəsi kimi əks olundu. Və ondan sonra mənim taleyimdə, yəni həyatımda çox belə, yəni ailəm razı olandan sonra və uğurlarım davam elədi həqiqətən də. Yəni çox ağır sənətdir. Bunu ailə də qəbul etməlidir, bunu ictimaiyyət də qəbul etməlidir. Burada çox şeylər var. Saatlarla məşqlərdəsən, günlərlə tədbirlərə gedirsən, festivallar, qastrollar, ölkə xaricinə gedirsən, yəni xəstələnirsən, səhnəyə çıxırsan. Bunu yəni tamaşaçı bilmir. Olub ki, mən 40 dərəcə qızdırma ilə mən səhnəyə çıxmışam, tamaşa oynamışam və çıxandan sonra, bitəndən sonra yəni mən özümdən getmişəm, belə hallarım olub. O dərəcədə. Yəni, amma deyirlər məsələn o elə hallarda o dublyor ki, yox, dublyorum olmayıb. O tamaşalarda mənim dublyorum olmayıb. Ona görə yəni sənət ağır sənətdir. Bəli. Amma çox gözəl sənətdir. Teatr ümumiyyətlə deyirlər bir məbəddir. İnsanı dürüstlüyə, sevgiyə çağırır və insanı mükəmməl olmağa belə deyək də dəvət edir. Teatra daxil olanda da insan bir qədər nələrdənsə uzaqlaşır, özünü başqa bir aləmə salır. Nədən uzaqlaşmalıdır teatra daxil olan insan? Teatra daxil olan insan təbii ki, problemləri kənarda qoymalıdır. O ki, teatrın qapısından ki, içəri girir, öz problemlərini qapının arxasında qoymalıdır, küçədə qoymalıdır və girməlidir, həqiqətən də sənətlə məşğul olmalıdır. Mən belə düşünürəm, bu mənim şəxsi fərdi fikrimdir. Bəli. Və elə də olur.
şəxsən mən o cürlə yanaşıram. Çünki yəni problemlə gəldin, tamaşa oynadın, ya məşq elədin, istər-istəməz o müddət ərzində fikrin qalacaq öz problemlərdən. O gündəlik rutindən insan həzz almaq lazımdır. Yəni işindən həzz alacaqsansa, sonra çıxandan sonra yenidən problemləri həll edə bilərsən. Mənim üçün belə bir şeydir. Bəli. Və canlı teatrdan, yəni ümumiyyətlə sənət növlərindən danışıqsa, kinodan, nə bilim, serialdan fərqli olaraq teatrın bir üstün cəhəti, bilmirəm də siz necə düşünürsünüz? Yəni mən düşünürəm ki, tamaşaçı üçün həm də üstün cəhəti teatrın ona görədir ki, burada və indi prinsipi ilə işləyir. O canlılığı heç nə əvəz edə bilməz. Çünki biz kamera qarşısında da oluruq, canlı insanların qarşısında tamaşada, yəni o anda ya güldürməlisən, ya ağlatmalısan, ya düşündürməlisən. Hər şey səndən asılıdır. Tamaşaçını idarə eləmək aktyorun əlindədir. Necə idarə eləyəcəksənsə, tamaşaçı da sənin arxanca o cür gedəcək. İdarə edə bilirsinizmi? Təbii ki, mən öz öhdəmə düşən rollarımdan sevilirəm. Unutdura bilirsinizmi? Ümumiyyətlə insanlar o tamaşaçıya o həyatın belə də qayğılarını, yəni insanı Yəqin ki, elə tamaşalar var ki, mən əvvəl vaxtlardan başlayım ta bu günə qədər. Yəni pantomim teatrında işləyəndə də orada bizim tamaşalarımız olanda, yəni sırf insanlar bizim özümüzün hər aktyorun özünün öz tamaşaçısı var idi. Belə bir şeylər olub. Pantomim teatrında. Sizin tamaşaçınız kimdir? Mənim tamaşaçılarım məni əksər daha çox qadınlar idi. Kişilər də vardı orada. Mənim ən çox məşhur tamaşam Kimdi Müqəssir, Əbdülrəhim bəy Haqverdiyevin Kimdi Müqəssir əsəri olub. Biz orada xalq artistimiz Pərviz Məmmədrızayevlə tərəf müqabili. Bizim Tağıyevimiz olub indi. Bəli. Ondan oynuyorduk. Orada ər-arvad obrazı idi da. İnsanlar düşünürdülər ki, biz həyatda doğrudan da ər-arvadıq. O qədər bizdə real inandırmışdıq, real alınırdı ki, biz tamaşa bitəndən sonra aşağı düşəndə, gedəndə, evə gedəndə gördük tamaşaçılar gözləyirlər bizi orada. Sonra biləndə ki, biz həqiqətən də yəni iş yoldaşları, tərəf müqabili, yəni belə. Mənim üçün yəni teatr tamam başqa bir şeydir. Mən çox uzun müddət teatrdan ayrı qalmışdım. Bir 15 il teatrdan çıxdım. Hansı dövrlər idi o? Yəni neçə il bundan əvvəl? O 2006-cı, 7-ci ildən sonra mən teatrı tərk elədim və artıq 5 ildir ki, Akademik Musiqili Teatrın aktrisasıyam. Ora qayıtdım. Ölkə xaricinə getdim, yaşadım falan filan, gəldim. Yəni o dövrlərdə biraz teatrlarda vəziyyət o yaxşı deyildi, maddi tərəfdən falan. Amma pantomimaya qayıtmadınız. Yox, ora qayıtmadım. Niyə görəsən? Artıq başqa bir dönəm idi ona görə. Yeni janrda sınamaq istədiniz? Fərqli üslubda. Sözün açığı bu teatra gəlməyim çox təsadüfən oldu, həqiqətən də. Pandemiya dövründə idi və ümumiyyətlə mən tamaşalara gedirdim. Çox belə bir söz var da, acımışdım sənət üçün, səhnə üçün. Baxırdım, istəyirdim ki, məsələn, tamaşalara baxırdım ki, mən burada belə eləyərdim. Özümdən bir ixtiyar, məsələn, tamaşaçı kimi yerimdə hərəkət eləyirdim, baxa-baxa ki, mən burada belə eləyərdim, mən orada belə eləyərdim. Replika demirdiniz? Yox, sadəcə içimdən gələn bir şeylər olurdu da. Sonra düşündüm ki, yox, mən qayıtmalıyam. Bəxtiyar Xanzadənin bir sözü var idi, həmişə bizdə deyirdi. Bizim rəhbərimiz pantomim teatrının yaradıcısı. Deyirdi ki, əgər aktyor gedirsə sənətdən, bir də qayıdırsa, deməli ki, o səhnənin tozunu udub, yenə qayıdırsa, demək ki, o doğrudan da sənət üçün yaranmış adamdır. Mən də o qədər səhnənin tozunu udmuşam ki, qala bilmədim sənətsiz, ona görə qayıtdım. Əsl sənətkar qüdrəti deyirlər ki, kiçik rol olsun və yaxud dərin mənalı bir qəliz, mürəkkəb, çətin bir rol olsun. Yəni o mahiyyəti önəmli deyil. Önəmli olan bunu yəni tamaşaçıya
çatdırmaqdır. Bəli. O missiyanı yerinə yetirməkdir. Zaman-zaman tarixən biz görmüşük ki, elə balaca obrazlar olub ki, və yaxud da elə ssenariləri, nə bilim, əsərləri belə oxuyanda, elə məsələn detektivləri oxuyanda bir də görürsün ki, elə bir sən demə obraz burada əsas missiyanı daşıyırmış kənarda, amma bütün sanki teatrında bu tamaşa mı deyim, əsər mi deyim, ona bağlıdır. Razısınızmı bu fikirlər? Kiçik və yaxud böyük rol? Əlbəttə ki, normal deyəndə ki, biraz pis çıxar sözüm. Aha. Yəni aktyor, peşəkar aktyor rolun kiçikliyinə, böyüklüyünə heç vaxt baxmamalıdır. Yenə sizin sözünüzə qüvvət. Elə bir obraz ola bilər, kiçik obraz ola bilər ki, baş rolu məsələn geridə qoyar. Bəli. O obrazı ilə ancaq insanlar o obrazdan danışa bilər. Ola bilər ki, yəni böyük bir obraz baş rol oynaya bilər ki, hansı ki heç görünməzdi. Razıyam. Yəni mənim üçün heç vaxt rolun böyüyü, kiçiyi olmayıb. Mən akademik musiqili teatra gələndə orada bir nəfəs qədər tamaşası qoyulmuşdu. Aha. Oynamışlar onu bir-iki dəfə. Bizim 44 günlük müharibəmizə əsr olunmuşdu şəhid analarına falan. Orada sonra mənə dedilər ki, rejissor dedi ki, türk dilində bilirsən sən. Mənim də əhatəmdə çox dostlarım türklərdir, yəni onlarla danışıb eləyirəm, yəni dillərini bilirəm. Dedim, hə. Mənə həvalə elədilər. Sonradan o əsərə, pyesə obraz əlavə elədilər. Fulya Öztürkü. Hə, Fulya Öztürkü təsəvvür edirsiniz, var obraz ki, canlıdır, hal-hazırda yaşayır, onu canlandırasan. Bir də var obraz yoxdur, artıq, amma onu canlandırırsan. Mənim üçün biraz çətin kimi oldu, yəni canlı adamı canlandırmaq və mən Fulya Öztürkü canlandırdım. Kiçik bir obrazdır. Həqiqətən də 2 dəfə çıxışım var mənim orada. İlk əvvəldə başlayanda tamaşa, bir də ana ilə biraz yerim var, dialoqum var və salam. Sonra insanlar yaxınlaşırlar bizə, orada şəhid anaları falan, tamaşaçılar ki, onlar düşünürlər ki, doğrudan da mən türkəm. Sanıblar ki, mən doğrudan da türk qızıyam, çıxmışam səhnəyə oynayıram. Biləndə ki, mən də Azərbaycanlısınız. Hə, yəni kiçik bir roldur, yadda qalıb. Yadda qalan. Türk obrazına, türk hanımını. Bax, bu da bir nümunə ki, həqiqətən də yəni o kiçik böyük rolun əsas önəmi o deyil, əsas onun mahiyyəti, onu necə çatdırmaqdır. Bir bağlantımız var. Bayaqdan bax sizin bu fikirlərinizi həm də sizin həmkarınız və hətta bildiyimizə görə rəfiqəsiniz. Azərbaycanın kino aktrisası Günəş Tekin də eşidir, dinləyir. Görək o da razıdırmı sizin bu fikirlərinizlə? Hər vaxtınız xeyir olsun Günəş xanım. Hər vaxtınız xeyir olsun. Salamlayıram. Sağ olun, yaxşı olasınız. Günümü bu cür gözəl başladım. Necə ola bilərəm? Əlbəttə. Günəş xanım, bilirsinizmi adınız necə qeyd olunub deməli Ofelia xanımın telefonunda? Bilirsiniz? Bilirəm, amma istəyərdim səsləndirəsiniz. Deməli, deyim Ofelia xanım. Günəş qızım. Bəli. Ay, sizin deməli bax kontaktda onu adınızı o cür yazılması artıq bilirsiniz bu nəyə dəlalətdir, bu nəyə işarədir ki, yəni o dərəcədə yaxınlıq və hətta mən belə başa düşdüm Ofelia xanımın azdan çoxdan ki, siz çox uşaqlıqdan bir yerdən, yəni Günəşin uşaqlığından, yəni mən ondan bir 5 yaş böyüyəm. Uşaqlıqdan tanıyırsınız. Yəni o uşaq idi, mən onu tanıyanda. Bəli. Mən ona da qızım, bizdə bir iş prosesi var idi. Birdən-birə dedim ki, qızım, orada sandılar ki, doğrudan mənim qızımdır. Qızımı da çağırdım, qızıma da deyim, qızıma da. Elə də adı da qaldı qızım Günəş. O vaxtdan 2006-cı ildən, 7-ci ildən mənim kontaktımda, telefonumda. Bax, belədir. Biləsiniz. Amma bundan da əlbəttə ki, doğuma bir müraciət ola bilməzdi. Yəqin ki, razısınız. Günəş xanım, istərdim, bax, siz həm bir serialda çəkilmisiniz, həm dostluq münasibətiniz var. Ya da Ofelia xanımın o bilinməyən tərəflərini yalnız yaxını bilər. Onu bizə söyləyəsiniz, bizə və dinləyicilərimizə, tamaşaçılarımıza. Ofelia, belə deyim də,
təkcə rəfiqəmdir deyə demirəm. Ofeliya hər tərəfli aktrisadır. Yəni Ofeliyanın həm çox gözəl səsi var, həm məsəl üçün işlədiyi teatrda musiqi ilə bağlı çox gözəl vokal səsi var, həm dublyajda çox böyük nailiyyətləri var. Yəni Ofeliya nadir aktrisalardandır ki, onu hətta fiziki yox, belə vizual yox, onu səsi ilə də tanıyırlar. Bir də görürsən ki, onun hardasa oluruq səsindən deyirlər ki, siz Ofeliya xanım deyirsiniz. Hə, səsindən belə tanınır. Yəni Ofeliya tanımamaq mümkün deyil də. Yəni danışanda səsindən, görünəndə görünüşündən. Bəli, bəli. Təşəkkür edirəm. Ofeliya hər şey bir qırağa. Mən həmişə deyirəm ki, insan yaxşı sənətkar olmaqdan öncə bir yaxşı şəxsiyyət olmalıdır. Ofeliya çox yaxşı dostdur. Ofeliyanın bir çox biz bu neçə illər ərzində sınaqdan çıxmamaq mümkün deyil ki, yəni bir çox sınaqlardan, həyat sınaqlarından da keçmişik. Bəli, birlikdə. Hə, birlikdə, yəni ki, hər şey olub da aramızda, yəni söhbətdə olub, şirin günlər də olub, hər şey olub da hamısı bugünkü gün bizim üçün əzizdir. Nə yaxşı ki, olub, həqiqətən. Bir-birimizə deyirik ki, nə yaxşı ki, tanıdın sağda. Dünən də biz bir yerdəydik, danışırdıq, elə bu yada saldıq ki, bizim münasibətlərimiz necə başlayıb. Həqiqətən də mən deyirəm ki, indi günəş dəyişidir. Günəşin adı gələndə mənim zəhləm gedirdi deyirdim. Əsəbləşirdim ki, kim deyə bu kimdir, bu kimdir? Hər yanda günəş. Onda da təzə başlayırdı günəş çəkilməyə falan. Yox, təzə institutda təzə oxuyurdu, təzə gəlmişdi və günəşin siması da çox gözəl siması var, bilirsiniz. Şərq simalı, gözəlimiz bizim Azərbaycan xanımlarının, yəni gözəl xanımlardan biridir. Hər yandakı çəkir ona çağırırlar, nə. Dedim, bu günəş kimdir də və bir dəfə də kanalların birində oturmuşuq, dublyajla məşğuluq. Dedilər ki, bəs bir xanım gələcək də, onun səsini yoxlamaq lazımdır. Kimdir? Günəş xanım. Əlimi çırpdım belə stola ki, bura da gəldi, çıxdı bu. Hətta o azmış kimi rəfiqəniz oldu. Ondan sonra bizim isti münasibətlərimiz, yəni dostluq, mən baxdım ki, yəni bu qız, yəni biz bir-birimizi tamamlayan insanlarıq həyatda. Nə gözəl, nə gözəl. Arzu edirik ki, bax, belə dostluğunuz da davam etsin. Eyni zamanda siz eyni serialda da rol almışsınız, bu yaxınlarda birlikdə çəkilmişsiniz də və teatrda, fərqli teatrlardasınız, amma eyni səhnəni paylaşmaq da maraqlı olar sizi bir səhnədə, tamaşada da görmək. Qismət. İnşallah o da olar. İnşallah. Arzunuz nə olar Ofeliya xanıma, Günəş xanım? Ofeliya xanım özü bilir mənim oyla bağlı arzularımı, planlarımı, belə deyək. Amma ki, belə səsləndirsəm, həqiqətən də Ofeliya hər şeyin ən gözəlinə layiqdir. Həm bir qadın kimi, həm bir dost kimi, həm yaradıcı insan kimi. Amma bugünkü gün siz onu ora aktrisa kimi dəvət eləmişsinizsə, mən ona daha çox gözəl rollar, nə bilim, onun üçün maraqlı olan rejissorlarla işləmək, fərqli gözəl layihələr, nə bilim. Bundan gözəl arzu ola bilməz. Onunla yüksəklərdə görmək istəyirəm, gözəl səhnələrdə görmək istəyirəm. Bərabər əl-ələ bir yerdə ocaq. Təşəkkür edirəm. Bir yerdə ocaq. Bir yerdə qocalar, bir yerdə ocaq. Ən gözəl arzunu Ofeliyanı səsləndirdi. Təşəkkürlər Günəş xanım, çox sağ olun. Təşəkkür edirəm, sağ olun. Sağ olun, minnətdarım. Bizim bu yaxınlarda elə Günəş xanım da bizim qonağımız olmuşdu və çox maraqlı, həm də auralı bir xanımdır. Yəni yəqin ki, o sənət adamı üçün də o önəmli olan bir cəhətdir. Çünki istər-istəməz yaradıcı insan həssas olur. O məqamları hiss edib duya bilir ki, o bir içdən bir bağ olmalıdır. Bir rəfiqə, yəni bir yerdə işləyirik deyəmi, bir yerdə hardasa yaxın deyil. O daxili bir bağ olmalıdır. Əlbəttə ki, yenə deyirəm də, yəni Günəş xanımla biz təzə tanış olanda, yəni belə bir antipatiya mənə, nəsə beynimə belə yerləşmişdi ki, yox da bu nə qədər olar. Amma Günəş xanım deyirdi ki, mən deyir, dünən danışıq deyir, amma mən deyir, səni deyir, görəndə, məsələn, mən gəldim tamaşalara baxırdım, mənim üçün əl
düşünürdüm ki, nə vaxtsa mən o adama məsələn yaxınlaşa biləcəm falan. Onda bizim o vaxtlar çox belə partlayan vaxtlarımız idi pantomimanın. Çox gözəl tamaşalar var idi, anşlaq tamaşaları idi falan. Bəli. Deyirdi, baxırdım ki, yəni bu günləri varsa pantomim teatrının tamaşası, bilirdim ki, məhz sənə görə deyir gəlirdim ki, görəcəm səni. Yəni həyatda görürsüz necə baş İnsan verir. istər-istəməz o çəkir özünə, mütləq. Yəni elə bil ki, plus minus idi, üstəgəli mənfi idi. Biz birdən-birə belə yapışdıq, amma nə o mənfidir, nə məndə mənfidir. Amma bizim daxili aləmimiz bir-birimizə uyuşur. Məsələn, mən həmişə deyirəm, evdə məsələn mənim bilmədiyim, evdəkilərin bilmədiyi sirri məsələn Günəş bilir. Mənim bacım var, məndən kiçikdir. Yəni bacıya danışarsan belə də, məsələn sirri. Elə bir şeylər var ki, məsələn mən heç bacıma danışmıram, məsələn Günəş bilir. Mənim haqqımda. Yəni belə bir yaxın, o qədər yaxın, Maşallah olsun. Bəli, gözləyim çünki bu gün və ələxüsusda sənət aləmində bax bu cür möhkəm dostluqları görəndə insan doğrudan da sevinir. Çünki illər əvvələ baxırıq, məsələn görürük ki, aktyorlar arasında da o nə bilim çaxnaşmalar, münaqişələr, nə bilim o daxili dedikodular hər zaman olub və sənət göz önündədir. Aktyorluq sənəti olsun, nə bilim digər incəsənət sahəsi olsun, istər-istəməz bu özünü biruzə verir. Bir aktrisa kimi həyatda rola girə bilirsinizmi? Yox, mənə həmişə sual verirlər ki, roldasan, çıx roldan falan, nə? Yəni biraz məzəli səslənsin deyənə. Mən o şeyi qəbul edə bilmirəm. Yəni rola necə girmək olar və roldan necə çıxmaq olar? Girdim, onun aurasında qaldım və çıxdım. Bu sənə verilmiş tapşırıqdır, öhdəsindən gəlməlisən. Çıxdın, 1 saat yarım oynadın və salam, bitdi, orada da qaldı, tamaşada da qaldı. Amma var belə aktyorlarımız ki, yəni mən hələ onun aurasındayam, çıxa bilmirəm. Mən roldayam. 3 gün öncə də hazırlaşmalıyam, heç kimdən telefonla danışmıram. Yəni yox, belə bir şeylər yoxdur. Tamaşa başlayacaq. Tamaşaya girdim, oynadım, çıxdım, bitdi, alqışlar və salam, orada da qaldı. Yəni obrazda o tamaşada, o səhnədə qaldı və mən sırf normal bir insan kimi öz həyatıma davam eləyirəm. Həm də çətin olar axı, yəni o obrazla hələ də davam eləmək, evə nə gəlmək. qədər ola bilər, yəni. Çünki artıq çıxırsan, qayğırsan bu qayğılara, bu problemlərə. Yəni bu, onda deməli o insan qayğısız insandır da, ancaq mən yaşayıram. Ancaq bu aləmdən uzaq olan biriz. Çünki istər-istəməz insan artıq o deyir həyata, yenidən o rutinə qayıdır və obrazı. Mən belə şeyləri qəbul eləmirəm. Çox verirlər o sualı mənə ki, nə vaxt girə bilirsən, obraza çıxa bilirsən, yəni bu mənim üçün biraz absurd səslənir. Bax belə. Sizin daha bir həmkarınız və bu dəfə isə eyni teatrda çalışdığınız Akademik Musiqili Teatrın aktyoru Hüseyn Alili hazırda telefon bağlantısındadır. Salamlayırıq sizi Hüseyn bəy. Hər vaxtınız xeyir olsun. Salam əleykum. Hər vaxtınız xeyirli və uğurlu olsun. Hər vaxtınız. Salamlayıram. Otelanı salamlayıram. Mənim əzizim, mənim bacım, mənim bərabrim. Necə müsbət auralı insansınız siz. Bax səsinizdən artıq o enerjini ötürə bildiniz. Hətta bu yaxınlarda mən elə sizin xanımınız da bizim qonağımız olmuşdu. Biləndə ki artıq neçə ildir ki Hüseyn bəy musiqili teatrda fəaliyyət göstərir. Yəni inandırıcı gəlmədi belə ki yəni musiqili teatrın aktyorları hər zaman bax belə cavan qalmalıdır. Çox sağ olun, minnətdaram. Bir tərəf mi qaldı? Məni saxlayan yoldaşımdır beləsinə. Cavan saxlayırım. Demək ki ona bir təşəkkür düşür. Ümumiyyətlə Hüseyn bəy bugün teatrdan danışırıq. Musiqili teatrında bərabər Ofeliya xanımla çalışırsınız. Sözsüz ki, tərəf müqabilələrində eyni teatrda çalışan aktyorlarda da istər-istəməz artıq bələd olursan ki, bax filan digər aktyorun xarakter cəhətləri hansılardır və onlara görə onu yaxın hesab edirsən özünüzə. Siz necə Ofeliya xanımın hansı xarakter cəhətlərini efir vasitəsilə qeyd edə bilərsiniz? Bilirsiniz, baxın da Ofeliya gözəl bir və bir əgər insanı tanımaq istəyirsənsə ondan yol çıxdırır. Biz dəfələrlə yol çıxmışıq və o bir daha dost yolu mənə və mənim ailəmə sübut edir.
Və mən belə deyək, o fanda yəni yaxından tanıdığım üçün onunla oynamaq mənə çox rahat. Doğrudan da sözün əsl mənasında. O sonra çox istedadlı insan, istedadlı aktrisadır. Və onunla sonunda adam çok bilirsən ki Rusların Azdaki olacaq. Yəni Ofelia el aktrisalardandır. Və mən çox sevinirəm ki bizim tiyatromuzun Ofelia aktrisası var. İndi tamaşada rol almısınızmı Hüseyin bəy? Olubmu? Birgə tərəf müqabili olmusunuzmu? Bəli. Ən son tamaşa məsələn hansı olub? İstərdik bax, bəlkə bir anons edək, həm də dinləyicilərimiz, izləyicilər də bilsinlər ki, bax sizi birgə hansı tamaşada görmək mümkündür. Baxın, bu gün akşam Pamuk Rotterdam'a ithaf tamaşası var. Elə biz orada tərəf müqabiliyiz. Çok güzel bir obrazı var Ofa Hanım'ın. Sevənlər diye. Ondan sonra Sevenlerin bir dünya tamaşasında mən deməli orada Tamadanı oynayıram. Yəni Ofa Hanım'la da biz tərəf müqabiliyiz. Deməli orada bir sözümüz de var. Deyir ki, indi isə mən sözü verirəm bizim qudalarımıza. Nənə xanıma. Yəni bütün sözləri, bütün adları, yəni mən tərsi-mərsə dediyimə görə, yəni o xanımın da adını mən hamısı tərsi-mərsə deyirəm. Çox maraqlı tamaşadır. Yəni gəlib izləyirlər. Bəli. Təşəkkür edirik sizə Hüseyin bəy və istərdik bax sözü əgər söz sizdədirsə, sözü veririk sizə. Nə arzu edərdiniz həmkarınıza? Mən əvvəla can sağlığı arzulayıram. Çünki canımız sağlam olarsa bütün işlərimiz də avand olacaq. Yəni sənətimiz də yolunda yerində olacaq. Və ikincisi də sənət arzulayıram. Xüsusən də yəni sevdiyim insanların iki qat yəni Ofa da mənim çox sevdiyim bir insandır. Uğurları bilir. Yəni biz də baxaq. Sevinək ona. Amin. Təşəkkür edirik. Çox sağ olun. Çox sağ olun. Minnətdarıq zənginizə görə. Ümumiyyətlə aktyor doğrudan da deyirlər, sonradan olmur. Aktyor doğulursa. Bax Hüseyin bəyə bunu aid etmək olar. Yəni sırf əsl o səsi ilə, enerjisi ilə bunu ötürə bildi. Hüseyin çox istedadlı oğlandı. Çox həddən artıq. Mən onu görəndə səhnədə, yəni bu insana nə obraz tapşırsan, plastilindir də bu adam. Dəyişə bilir. Yəni istədiyi həqiqətən kimi. Bir aktyor var ki, eyni tiplidir. Ancaq eyni tipli oynaya bilər də. Amma Hüseyin çox maraqlı aktyordur. Səhnədə ona izləmək, ona baxmaq mənə böyük zövq verir. Özü də qeyd elədi ki, ilk gələndə teatra bizim otaqlarımız yanaşıdır. Elə onunla salamlaşırdım. Hüseyin də evdə Gültac xanım da hələ mənə tanımırdı. Yəni eşitmişdi təzə aktrisa gəlir falan filan. Deyirdi ki, Ofa deyir özünün danışığından Ofelia Gültac xanım da qayır ki, bu kim deyir Ofelia deyir, təzə aktrisadır da, gəl gör falan. Qısqandı mı? Biz belə qısqanmaq yoxdur. Yəni kim çox danışırsan da kimdir o, hə. Və biz belə tanış olduq. Həqiqətən də çox gözəl qeyd elədi Hüseyn. Əgər dost olmaq istəyirsənsə, əgər bir-birinizi tam tanımaq istəyirsənsə, yol yoldaşı olmaq lazım. Mən artıq 3 ildir onlarla yay tətilimi onlarla bir yerdə keçirdirəm. Yəni o dərəcədə sıx münasibətləriniz var. Yəni çox şadam ki, yəni teatrda mənim Hüseyn Əlili, Gültac Əlili adında belə bir cütlüklə mənim dostlarım var. Tərəf müqabili olacaq Gültacla bu yaxınlarda 2 tamaşada inşallah. Nə bəlkə anons edəkmi? Tarixləri bəllidirmi artıq? Yox, tarixləri bəlli deyil. Mesenat tamaşasıdır. Mesenatda. O, bir də 7 məhbusə orada da oynayacaq. İkimiz də, üçümüz də, Gültac da, Hüseyn də, mən də oynayacaq. İnşallah ki, hazır olsun. Bu ilin axırına, gələn ilin əvvəlinə artıq tamaşalar təhvil veriləcək. Gözləyək. O zaman ümumiyyətlə akademik musiqili teatrının adı gələndə belə hər bir insan deyir ki, yəqin ki, oranın hər bir aktyorunun səsi olmalıdır. İfa etməyi bacarmalıdır. Ümumiyyətlə aktyor üçün də yəqin ki, illərdir artıq bu sənətdəsiz və sənətkarlarla bir yerdə çalışırsınız, çiyin-çiyinə. Ən çox öyrəndiyiniz nə oldu? Aktyor üçün də mi? Səs önəmlidir, zahiri görkəm mi önəmlidir? Təcrübə daha nə sizcə?
Mənim üçün aktyor dünya standartlarına baxanda, yəni dünya ulduzlarına baxanda çox bilirsiniz, tapa bilmirəm o sözdə ki, necə deyim. Çox gözüm çox gözəlliyi görür də dünya ulduzlarını görəndə. Çünki hamısı qaydasındadır, hamı formadadır, hamı belə işıq saçır falan filan. Mən istərdim, mən öz aktyorlarımıza da arzulayıram ki, formada olsunlar, gözəl səsləri olsun, yerişləri belə gözəl olsun. Yenə də sitat, aktyor gələndə onlar cəmiyyətdə seçilməlidirlər. Bu mənim fərdi düşüncəmdir həqiqətən də. Əslində bunu bizə yenə də Bəxtiyar müəllimin sözünü deyirəm ki, həmişə deyirdi ki, baxın, rəhmətli Fuad Poladov deyir, necə seçilirdi cəmiyyətdə, insanlar arasında, onun yerişi, o uzaqdan gələndə bilirdin ki, Fuad Poladov da aktyor gəlir. Onun bir qəribə bir yerişi var idi. Qaməti var idi. O yeriyəndə çanaqdan atırdı ayaqlarını, belə qəribə bir yerişi vardı. Bir bizim həmkarımız var, aktyorumuz var. O mənə deyir ki, mən yəni illər keçib də, mən artıq neçə ildir sənətdəyim, 98-ci, 99-cu ildən bu işdəyim. Biz də o vaxtı Fontaine teatrı yerləşirdi Gənc Tamaşaçılar teatrının nəzdində və oradan çıxırdıq Targovo deyilən küçəylə də bilirsiniz. Gedirdik, gəlirdik. Deyirdi, mən uşaq vaxtımdan deyir, səni deyir, izləyirəm. Sən deyir, gələndə cəmiyyət biraz təvəzzəkar olmasın da, yəni sizin həmkarınızın dediyini yəni ki, həqiqətən də o qədər seçilirdin ki, yəni bilinirdi ki, bu kimsə fərd deyil, fərd olaraq gəlir də, yəni kütlədən biri deyil. Bizə məsələn aktyor sənəti mənə həqiqətən də qamətli olmağı öyrətdi. Mən biraz belə gəzirdim, utanırdım belə. Boyumun hündürlüyündən utanırdım uşaq vaxtı. Biraz qısırdım boyumu. Şux gəzməyi öyrəndim, səlis danışmağı öyrəndim, insanlarla münasibəti öyrəndim. Siz bilirsiniz də, aktyor sənəti biraz da psixologiyaya yaxın bir şeydir. İnsanlarla münasibətdə görürsən ki, kim kimdir, İnsanları tanımağı öyrəndim. Mən çox təşəkkür edirəm Allaha. Bu yəqin ki, bir vergidir, üzə çıxdı nə vaxtsa. Yəni, həqiqətən də həmişə mən Allahıma şükür eləmişəm ki, mənə bu yolu göstərdi və bu yolla davam elədim. Əslində mənim çox arzularım var idi, amma nə yaxşı ki, bu sənətə gəldim. Həqiqətən də. Bəlkə də mən başqa bir sənətdə olsaydım, o qədər özümü göstərə bilməzdim. Mənim bir təhsilimdə fortepiano müəllimliyi idi. Pianoçusunuz. Pianoçuyam, həm də bitirmişəm. İfa edirsinizmi bugün? Ara sıra olur mu? Ara sıra, hə. Özünüzü müşahidə edib oxuyursunuz. Teatrda olanda bizdə royal var, pianino var, ifa edirəm. Ancaq barmaqlarım artıq o deyil. Yəni gərək işləməlisən ki, daima texnik tərəfdən yığılıb əllərim. Amma yenə də var. Soruşanda ki, not bilirsən də, təbii ki, not bilirəm. Söhbətdir ki, yəni oxumaq deyilən var. Nota baxanda oxuyursan, mən oxuya bilirəm. İndi də bilirəm. Amma o sizə əlbəttə ki, bugün sənətinizdə də köməkdir. Çox kömək oldu. Çünki musiqili teatrda demək olar ki, elə tamaşanı bəlkə də yarısından çoxunu, yəni orada ifa edirsiniz və not bilmək yenə də prioritetdir ki, sizin belə deyək ki, əlinizdən tutur ən azından. Seçim olsaydı müsbət yoxsa mənfi obraz? Müsbət obrazları canlandırmaq çox asandır. Mən dəfələrlə demişəm, axır zamanlarda filmlərə dəvət alanda mənfi obrazlar mənə verirdilər. Hətta mənim depressiyaya düşən vaxtlarım da olub o mənfi obraza görə. Ata ocağında ki, mən biraz mənfi obrazı oynayırdım. Və ondan sonra yenə də Rüfət Şahbazovun Bu şəhərdə kimsə yoxdur. Orada da çox mənfi obraz idi onu oynayanda. Ünvanıma həqiqətən mən demişəm, həmişə soruşurlar məni. Ünvanıma şəxsi olaraq mənə təhqirlər yazılmağa başladı. Niyə? Ona görə ki, bəzən insanlar o dərəcədə düşünmürlər ki, bu obrazdır, mən deyiləm. Yəni bu personajdır. Personajdır, hə. Bu insanın həyat deyil, bu teatrdır, kinodur. Düşündülər ki, bəzi insanlar
insanlar, bəzi təbəqə düşündü ki, mən həqiqətən də özüm o cür nə insanam. Yaxşı, müsbət obrazı oynamaq heç bir problem yoxdur. Amma Əsas onu mənfi inandırmaq da var, o mənfini siz inandırmısınız ki, necə deyirlər, nifrəti qazanmışsınız. Nifrəti həqiqətən də qazanmışdım. Həqiqətən də mənə bu yaxınlarda 1-2 ayın söhbəti idi. Mən Rus dram teatrından çıxanda rəfiqəmlə getmişik tamaşaya baxmağa çıxdıq. Bir xanım yaxınlaşdı, Rus dilli xanım idi. Dedi, o yolu keçmək istirdi, gözləyirdik. Ya qayıtdı ki, mən dəhşətə gəlirəm. Belə elədi, mənə baxdı, deyirəm ki, siz niyə o cür obraz yaratmısınız və niyə deyir axıra qədər belə də insanların hissiyatı ilə oynamısınız? Deyirəm ki, bu obrazda da. Dedi, mən sizə, mən deyir, o qədər sizə deyir, nifrət edirəm, amma baxıram siz elə insan deyilsiniz. O bizim qıraqdan müşahidə edib bizim münasibətimizi, söhbətimizi görüb ki, oradan da mən elədim. Deyirəm, bu sadəcə bir obrazdır. Siz bax, gözəl söylədiniz. Bəlkə də elə aktyor o adi həyatda bir qədər tamaşaçıdan seçilmək üçün, fərqlənmək üçün bəlkə də uzaq olmalıdır ki, sonra o adətən olur, tamaşadan sonra keçirlər hər kəs foyedə və yaxud kulis arxasında şəkil çəkdirirlər. Bəlkə də o olmamalıdır. Qoy elə tamaşaçının gözündə siz elə elə qalasınız, elə obrazda qalasınız ki, çünki istər-istəməz onun o tamaşanın mahiyyəti də itməsin də. Yəni bəzən ola bilər. Bəlkə də insanların istəyinə qarşı çıxa bilmirik axı. Məsələn, kimsə olur dəfələrlə, yəni bu küçədə gedəndə görürsən ki, cavan uşaqlar, mən düşünməzdim ki, yəni izləyirlər, cavan uşaqlar belə izləyirlər. Yaxınlaşırlar. Həmən baxanda mənə hiss edirəm ki, nəsə demək istəyir, çəkinir, utanır. Biraz da mənim zəhimim var, elə deyirlər. Zəhimli xanımsınız. Yəni qıraqdan baxanda düşünürlər ki, yəni çəkinirlər mənə nəsə. Belə yaxınlaşırlar. Onlar sizlə şəkil çəkdirmək. Mən onlara gülüşlə cavab verəndə onlar sevinirlər. Deyirəm, əlbəttə olar. Şəkil çəkdilər ki, çox sağ olun, biz sizi izləyirik falan. Mənə xoşdur əslində. Hər bir sənətçiyə xoşdur ki, yəni onu qıraqdan bu cürünə görəndə istəyirlər, sevirlər. O tamaşadakı və yaxud filmdə, serialdakı obrazın adı ilə belə sizə müraciət edəndə bu əlbəttə ki, sizin uğurunuzdur. Və hər bir aktyorun da bu sənətdə bir missiyası var, bir həyatdakı rolu da, sənətdəki rolu da var ki, onu əgər o mesajı çatdıra bilmirsinizsə, demək ki, siz öz işinizin öhdəsindən gəlmisiniz. Təşəkkür edirəm. Fərəh xanım, çox sağ olun. Çox xoş oldu sizinlə həmsöhbət olmaq. Bilirsiniz, insanda, sənət adamlarında, ələxüsusda aktyorlarda bəzən etiraf edək ki, bir pafosla danışıq olur, nə bilim, o sanki özlərini kamera qarşısında da, efirdə də özlərini səhnədəki kimi hiss edirlər, amma sizdə onu heç hiss etmədim. Həqiqətən də səhnədə doğrudan da aktrisasınız, amma həyatda olduğu kimi idiniz. Bugün Ofeliya Novruz qızı olduğu kimi idi bizimlə. Təşəkkür edirəm. Çox xoş oldu, minnətdaram. Çox sağ olun, mənə də çox xoş oldu sizin studiyaya gəlmək, sizin qonağınız olmaq. Hamıya xoş gün arzulayıram, yolda qulaq asanlara diqqətli olsunlar. Özüm də avtomobil idarə edirəm. Mütləq qaydalara əməl eləsinlər. Səsimizə uymasınlar. Bax belə. Və təşəkkür edirəm. Çox sağ olun. Verilişimizin video versiyaları bütün buraxılışları Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun YouTube kanallarında yerləşdirilir. Sizinlə biz idik. Bizim gözəl aktrisamız Ofeliya Novruz qızı və Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun birgə layihəsi sənətə, incə sənətə xidmət edən Sənətin Səsi verilişi və mən aparıcınız Sevinç Salaxova.